İndi isə də ətraflı işğaldan azad ərazilərə böyük qayıdış davam edir. Bugün Xocalıya daha 29 ailə qayıdır. 6 ailə Badara, 9'u Ballıca, 14'ü isə Şuşa kəndə. Onlar Ağdamdan yola salınırlar. Ətraflı məlumatı birbaşa bağlantıda əməkdaşımız Elnur Tofiq çatdıracaq. Elnur, buyurun, eşidək sizi. Bəli, 2025-ci il artıq başa çatmaq üzrədir və 2025-ci il həm də azad torpaqlarımıza böyük qayıdışla yadda qalır və biz Ağdamda, daha dəqiq ünvanla desək, işğaldan azad olunmuş ərazilərimizə giriş postundayıq və bu post azad ərazilərimizin əzəli sakinlərinin geri qayıdışına daha çox şahidlik etdi bu il və bu gün də Xocalının daha 3 yaşayış məntəqəsinə sakinlər geri dönəcək. Bildirmək istəyirəm ki, Xocalı rayonunun Şuşa kənd, Badara və Ballıca kəndlərindən ümumilikdə 29 ailə, 107 sakin doğma yurda qayıdır və həmin sakinlərin ev əşyalarını daşıyan yük maşınlarını indi operatorumuz sizə təqdim edir və geri dönən sakinlər artıq yeni ili və dünya azərbaycanlılarının həmrəyliyi gününü öz doğma yurtlarında qarşılayacaqlar. Bugün Şuşa kəndinə 14 ailə, 51 sakin, Badara kəndinə 6 ailə, 18 sakin, Ballıca kəndinə isə 9 ailə, 38 sakin geri dönür və öz doğma yurtlarına qayıdacaqlar. Bildirmək istəyirəm ki, öz doğma yurtlarına qayıdan keçmiş məcburi köçkünlər ölkənin fərqli məkanlarında yaşayan, yataqxanalarda, inzibati binalarda, sanatoriyalarda tam 30 ildən artıq bir müddətdə məskunlaşmış insanlardır ki, bugün artıq onların da məcburi köçkün həyatı başa çatmış olur və doğma yurda qovuşacaqlar. Biz ASTV komandası olaraq buradayıq və geri dönən insanların təəssüratlarını öyrənəcəyik. Əlbəttə, həmin kəndlərdə olacaq və həmin kəndlərdə onlar üçün yaradılmış şəraitlə bağlı və onların təəssüratları ilə bağlı reportajımız olacaq. Mənim isə Ağdamdan çatdırmaq istədiklərim bunlardan ibarətdir. Sözü yenidən sizə veririk. Təşəkkür edirik. Qeyd edək ki, bizimlə Ağdamdan birbaşa bağlantıda əməkdaşımız Elnur Tofiq idi.